2026 Dünya Çempionatında 13-cü oyun gecəsinə doğru gedirik. Bununla da bu gecə ilə qrup mərhələsinin ikinci turu tamamilə başa çatacaq və eyni vaxtda başlayan iki oyunlarla davam edəcək bundan sonra. Dünən Argentinanın və Fransanın oyununda o komandaları məğlub edəcəyimi demişdim. Alınmadı. Düzdür, məsələn, Argentinanın oyununda Messi'nin penal qaçırmasına səbəb ola bildim. Ondan sonra Fransanın oyununda oyunun yarımçıq saxlanmasına səbəb ola bildim, amma təəssüf olsun ki, rəqibləri çox zəif idi, öhdəsindən gəlmək mümkün olmadı. Bugün isə çalışacağım ki, Portuqaliya qələbə qazana bilməsin. Ona görə Portuqaliyanın oyununa Özbəkistanla 0-0, İngiltərənin Qana üzərində 2-0 hesablı qələbəsi, Panamanın Xorvatiya 0-1 hesabı ilə məğlub olması və Kolumbiyanın Konqonu 2-1 hesabı ilə məğlub etməsini proqnoz edirəm. Sizin də öz proqnozlarınızı, amma yalnız dəqiq hesab yazmaq şərti ilə gözləyirəm. Onu da qeyd edeyim ki, bugünkü oyunlar yenə erkən başlayır. Saat 9-da başlamalıdır ilk oyun. Saat 9-a qədər hər 4 oyunun öz təxminlərinizi gözləyirəm.